ilk sözü Qafqaz Müsəlman İdarəsinin Qazilər Şurasının üzvü Hacı Tahirə, Hacıya söz verək. Hacı da öz xeyir duasını, öz sözlərini məclisimizə ərmağan etsin. Hacı buyurun, böyük məmnuniyyətlə sizi dinləyirik və sizi eşidirik. Mərhəmət və rəhmət sahibi olan Allahın adıyla burada bir xanım görürəm, həm qazidir, həm yeganə oğlunu vətənə fəda eləyən şəhid anasıdır. Çox xahiş edirəm, bəlkə Nayla xanım gələsiniz, bizlə bir yerdə bir xeyir dua verək. Buyurun, siz gəlin. Siz bizim baş tacımızsınız, siz bizim cəbhələrdə yoldaşımızsınız, siz bizim zamanında şəhidlərimizin yarasını bağlayansınız, siz qəlbinizdə vətən qəhrəmanının adını gəzdirənsiniz. Allah cümlə şəhidlərimizə rəhmət eləsin. Əziz qardaşlar, əziz məclisdə iştirak edənlər, bildiyimiz kimi bugün elimiz, obamız üçün, xalqımız üçün müqəddəs bir gündür. Nə gündür? Bu günlərim Azərbaycanımızın Fatih rəhbəri İlham Heydərovunun doğulan günüdür. Dünya gələn günüdür. Bugün Allahın xalqımıza bir sərkərdəni hədiyyə eləyən gündür. Mən bununla bağlı bütün elimizi, obamızı, xalqımızı və sizləri təbrik edirəm. Allah cənab prezidentimizə ucaqamətli, qeyrətli, şərəfli, ləyaqətli prezidentimizə can sağlığı əta eləsin. Eyni zamanda Ceyhun qardaşımızın da bu günlərin yubiley günüdür. Görün, necə gözəl gündə doğulur Ceyhun qardaşımız. Bugün doğulanlar demək qəhrəman imişlər. Ceyhun da bir qəhrəmandır. Mən onun cəbhədəki fəaliyyətindən demirəm. Mən onun mətbuatdakı fəaliyyətindən demirəm. Mən onun qazilərin birləşimində, qazilərin təşkilatlanmasında, fəaliyyətində, qazilərin biri-birini axtarmasında, qazilərin yanında olmasında qəhrəmanlığından deyirəm. Biz hamımız bunun canlı şahidiyik. Mən sizə təşəkkür edirəm şəhər mühafizəsi kimi. Siz daim şəhid ailələrinin, qazi qardaşlarımızın, bacılarımızın, şəhid qardaş bacılarının və şəhid evlatlarının yanındasınız. Siz uzun illərdir mətbuatda haqqı deyirsiniz, ədaləti çağırırsınız. Biz buna şahidik, görürük. Ona görə təşəkkür edirəm. Təşəkkür edirəm ki, şəhərimdə bir ziyalı kimi daim öndəsiniz. Təşəkkür edirəm, o qələminiz yalnız xalqının rifahına xidmət göstərir və mən sizi təbrik edir, sizə can sağlığı arzu edirəm. Bilirik ki, bu günlərim Respublikamızda, Bakı şəhərində din xadimlərinin konfransı keçirilir. Böyük bir konfransdır. Mən o konfransa getmədim, sizin dəvətinizə görə icazə aldım və dedim ki, bizim şəhərimizdə bir qardaşımız var, qazilərimə diqqət eləyəm, şəhid analarıma diqqət eləyəm, onun ad günündə orada olacaq. Eyni zamanda bugün mənim nəvəmin də 5 yaşı tamam olur. Bugün nəvəmin də ad günüdür, Bakıda ona da getmədim. Dedim, məni bağışlayar nəvəm. Keşkə nəvəm də böyüyə, Ceyhun müəllim kimi bir qələm sahibi ola, bir vətənsevər ola. 2020-ci ildə qələbəmizin günündə Allah Teala bugün bizə bir evlat nəsibi nəvə verdi, adını İlham qoymuşam. Eyni zamanda nəvəmi də təbrik edirəm. Allah hamınızdan razı olsun. Allah dövlətimizə qüdrət, ordumuza rəşadət, kəramət eləsin. Allah-u Teala
xalqımıza ruzi bərəkət qismət eləsin. Şəhidlərə rəhmət, qazilərə şəfaət eyləsin. Və burada əyləşən hər birinizə, bura gəlişiniz, buranı röynəkləndirməniz üçün təşəkkür edirəm və sizləri biri-birinizə əmanət edirəm, biri-birinizə dayaq olun, biri-birinizin yanında olun. Qazilərə xidmət edin, qazilərin xidmətində durmaq Allah xidmətində durmaqdır. Çünki qazilərin yarı şəhiddirlər. Bədən əzalarını verənlər var, qolun, qıçın, gözün verənlər var. Onların da demək yarı şəhid sayılarlar. Bu günlərin şəhid atasına, anasına diqqət edin. Bu günlərin bu analar, bu atalar evlatlarını bizim rifahımız üçün, dövlətimizin qüdrəti üçün, qeyrətimiz, namusumuz, şərəfimiz üçün veriblər. Onlar şərəf dayağıdırlar. Allah onlardan da razı olsun. Allah qəlblərinə təsəlli bəxş eləsin. Bütün şəhid analarına, şəhid atalarına Nailə xanımın simasında mən can sağlığı arzu edirəm. Allah razı olsun hər birinizdən. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Bağışlayırsınız. Mən bağışlayırsınız, mən gedəcəm. Allah razı olsun. Nailə xanım, danışsın, mən gedəcəm. Bizim çox dəyərli anamız, şəhid anası. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bir gün bizim ilgilərimizə bəlkə bir kəlmə bir təbrik söyləyəsiniz. Buyurun, sözü sizə veririk. Mən də hər birinizi sağlayıram. Ceyhunlarına can sağlığa duyuram. Bərəkət dövrəm duyuram. Həmişə var olasınız. Sağ olun. Ceyhun mənim də. Hörmətli Hacı, hörmətli Nailə xanım, hörmətli qonaqlar, dostlar, qardaşlar. Bir daha hər birinizi salamlayıram və xoş gəldin deyirəm. Hacı, çox sağ olun ki, bu günləri vacib işlərinizi qoyub, məhz mənim yubileyimdə iştirak edirsiniz. Mən minnətdaram. Bu böyük bir hədiyyədir mənim üçün, mənim yubileyim üçün. Nailə xanım, siz də çox sağ olun ki, bu günləri burada məni sahib gəlib iştirak edirsiniz, başımızın tacısınız. Sözdə yox, əməldə deyirəm və hər zaman da olacaqsınız. Çox sağ olun, Hacı. Çox sağ olun. Sağ olun. Bir almış gəlsin də.